Bismillahirrahmanirrahim. Salihlərin yolu kitabından təqlid bəhsi. Gəlib çatdıq 22-ci dərsə. Buyurur Əl-Mutəcəzzi fil ictihad. Mütəcəzzi, yəni o adama deyərlər ki, müctehiddir. Amma fikrin bütün bablarında yox. Bəzisində müctehid olub, ictihad edib, bəzisində eləməyib. Deyir ki, əl-mütəcəzzi fil ictihad, o ki, ictihadda nədir? Mütəcəzzidir. Yacuzu ləhul əməl bi fətva nəfsihi. Caizdir buna, öz fətvasına əməl eləsin. Müctehiddir də, harada fətvadırsa, orada əməl eləsin. Bəl yacuzu li qeyrihi əl-əməl bi fətvahu. Hətta başqalarına da caizdir, onun fətvasını əməl eləsin. İlla mə'əl elm bi müxalifəti fətvahu li fətvəl ələm. Şərtlə ki, əgər bu mükəlləfin nəzərində qeyrisi ələmdirsə, bu ələm olan yerlərdə nədir? Ələmin fətvasına dedikdə ancaq ixtilaflı yerlərdə ələmə təqlid edilmək vacibdir. İxtilaf olmayan yerdə qeyri-ələmə də təqlid edilmək olar. Söz budur ki, ya bu ələm ola bilərmi? Bəli, ola bilər. Məsələn, bir adamdır, ancaq təharətdə ictihad edib, amma təharətdə hamıdan ələmdir. O biri müştəhidlər məsələn bütün bablarda ictihad edib. Bu isə fəqət məsələn təharətdə ictihad edib, amma təharətdə bunun ictihadı hamıdan ələmdir. Eləyə bilərsən, məsələn üçün ona təqlid eləyəsən bu babında bəli deyir. Fətva mən yusavihi fil elm. Ya da ki o müştəhidin fətvası ki bundan müsavidir elmdə. Məsələn o kullu müctehiddir, bu amma mütəcəzzi müctehiddir. Bu mütəcəzzi olduğu yerdə məsələn o ələm müctehidlə müsavidir. Orada nədir? İxtilaflı məsələləri də buna təqlid edə bilərsən. Əla təfsilül elm mimma səbəb. Necə keçdi, elm o təfsil verdik. Dedi ki, müsavi olan yerdə eləyə bilərsən. Nədir? Bunlara təqlid edəsən və o ixtilaflı yerlərdə ehtiyat edəsən filan. Və yənfəzu qəzauhu vələv mə'ə vücudul ələm. Ələm olsa da bu ələm deyil də. Bəzi bablarda ictihad eləyib və o bablarda da ələm deyil. Amma bunu qəza etmək üçün, qəzavət eləmək üçün, hökm vermək üçün onun yanına getmək olar. Yəni müctəhidlər ucu olan işlərdən ötürü ona müraciət eləmək olar. وَلَمَّا أَوْجُودُ الْأَعْلَمِ إِذَا عَرَفَ مِقْدَارًا مُعْتَدًّا بِهِ مِنَ الْأَحْكَامِ الَّتِي يَتَوَقَّفُ عَلَيْهَا الْقَضَاءُ. Diyor ki, qəza etmək üçün, hökm vermək üçün lazım olan elmli kifayət qədər mü'təddən kifayət qədər əgər bilirsə, eləyə bilərsən nədir? Buna müraciət eləyərsən. Əgər bir babda bu müctehiddirsə, o biri bablarda da bu demək alimdir, bilir, mütəfəqqihdir. Bəs buna nədir? Müraciət eləmək olar. Müştəhidlər ucu olan məsələlərdə hökm çıxarsın, haqqı bərpa eləsin. İza şəkkə 23-cü məsələ. Buyurur, İza şəkkə fi mavdil müctəhid. Əgər şəkk eləsə bir müctəhidin ölümündə. Affi təbəddüli rəyihi. Ya da nədir? Rəyinin təbəddülü rəyihi. Rəyinin dəyişməsində. Av uruzi ma yucəbu ədəmi cəvazı təqlidihi. Ya məsəl üçün bir şey ariz olub buna, məsələn dəlillik ariz olub, ya yaddaşsızlıq ariz olubdur və səbəb olub ki, artıq buna nədir? Caiz deyil təqlid eləmək. Bunlara şəkk eləyə. Ariz olan üçün şəkk eləyə, təbəddül rəy üçün şəkk eləyə, ya ölümü üçün şəkk eləyə. Bu şəkk vaxtında cazəl bəqa, nə qədər ki bəyan olmayıb da buna, cazəl bəqa əla təqlidihi. Bu şək vaxtlarında caizdir, təqlidində qalasan, ilə ən yətəbəyyənəl hal. Ta ki hal bəyan ola biləsən ki, ölüb yoxsa yaşayır. Məsələn, rəyin əvəz edib yoxsa eləməyib. Ya buna ariz olubdur, məsələn, uruz deyir də, ariz olubdursa bir dənə səbəb ki, o səbəb əgər bir müştəhid ariz olsa, onu təqlid eləmək olar, yoxsa yox. Ta ki
hal bəyan ola. 24-cü məsələ. Əl-vəkilu fi əməlin ya'məlu bi muqtəza təqlidi müvəkkilihi. Vəkil neynəməlidir? Müvəkkili kimə təqlid eləyirsə, onun təqlidi əsasında iş görməlidir. Öz təqlidi əsasında yox. Özü məsələn təqlid eləyir Vahid Xurasaniyə, müvəkkili təqlid edir nədir? Məsələn, Seyyid Sistaniyə. Bu Seyyid Sistaninin hökmü ilə hökm verməlidir. Əl-vəkil fi əməlin ya'məlu bi muqtəza təqlid müvəkkilihi. Vəkil kimin ki vəkilidir? Baxacaq onun təqlidinə, məsələn, onun müstehidin hökmünə eləyəcək. La təqlidi nəfsihi, nəinki özünün təqlidi ilə. Fima la yekunu məxuzən bil vaqi. Bəs bu məsələ də o məsələlərdəndir ki, şərhə ehtiyac var. Məsələ nədir? Vəkil yaxşı öz müvəkkilinin təqlidinə, əgər bunun da müstehid ayrıdır, onu da ayrıdırsa, öz müvəkkilinin nədir? Təqlidinə baxacaq və onu vəkil edən kimə təqlid edirsə, o müştehidin nəzəri ilə əməl edəcək. Hansı məsələlərdir? Əvvəl buna ehtiyac var da. Məsələn, nəzir olur vəkil olur insan. Məsələn, birin əqd edir ki, ruhanini əqd edir, məsələn, bu tərəf ki, bey nikah oxusun. Məsələn, ya bey məsələn ticarət müamiləsi eləsin, alış-veriş. O şeylər ki, orada məsələn icab və qəbul şərtdir. İcab və qəbul, düzdür? Məsələn, bunu vəkil edib ki, bu xanımın kəbini mənə kəskinə. İndi bu xanımın kəbini kəs, öz müştehidin nəzərini eləsin, yoxsa o tərəfi müştehidin nəzəri ilə. Məsələn, tərəf vəkilin müstehidi deyir ki, gərək əqdi ərəb dilində oxuyasan. Amma müvəkkilinin müstehidi ki, xeyr, elə hansı dildə olsun oxusan, ərəb dilində yox, fars dilində də, Azərbaycan dilində də, ingilis dilində əqd səhihdir. Bu kimin nəzərindən oxumalıdır? Oxuyacaq nədir? O vəkil olunmuşun əqd. Ya əksinə olsa məsələn, onun müştehidinin nəzərindən oxumalıdır. Ümumiyyətlə, belə yerlərdə yaxşıdır ki, ehtiyatı nəzərdə tutasan, ehtiyatını oxuyasan, həm sənin dediyin müştehidin əməli olsun, həm o müştehidin nəzəri olsun. Ya məsəl üçün bey. Beydə bəzi şeylər var, alış-veriş, bəziləri var, müamilələr. O müamilələrdə şərtdir ki, bəz qəbul və icab olsun. Məsələn, getdi biri bazardan çörək aldı. Orada lazım deyil. Alan deyə ki, işlərək hazə bi hazə. Bunu aldım bu pulun müqabilində. Çörəyi aldım məsələn 1 manatın müqabilində. Orada müstəhəb idi, amma vacib deyil. Düzdür? Şəriət bizə icazə verib, belə müamilələrdə, belə alış-verişlərdə biz nə deyib? Əqd oxumayaq, əqdsiz bunu əmələ gətirək. Əqdsiz əmələ gətirək. Gidib bazardan kartof alır, soğal alır, xiyar alır, pomidor alır, ət alır, neynir? Orada deyiblər ki, nə deyir? Əqd oxumasan da olar. Bəli. O cür alış-verişə, o cür müamiləyə deyərlər muatati. Muatata icazə, yəni nə deyir? Əqd oxunmadan caizdir. Amma müamilənin, alış-verişin, müamilə yəni ümumi deyirəm də, müamilənin bəzi yerləri var ki, orada əqd oxumaq vacibdir. Məsələn, biri nəzir eləyir. Nəzir eləyir ki, mənim oğlum əskərdən gəlsin, sağ-salamat gəlsin, yetişsin. İnşallah mən bir dənə qoyun Allah yolunda nə deyib, verərəm. Deyiblər ki, gərək burada əqd oxusun. İndi əqd ərəb dilində oxusun, Azərbaycan dilində oxusun. Bəzi müştəhidlər deyir ki, hərftimə görə ərəb dilində oxusun. Amma əksər deyir ki, yox, öz dilində də oxuya bilərsən. Əqd necə oxumalıdır? Deməlidir, ələyyə, mənim boynuma gəlsin bir dənə qoyun kəsmək, əgər oğlum sağ-salamat gəlsə. Amma bugünkü burada əqd oxusun. İndi əqd ərəb dilində oxusun, Azərbaycan dilində oxusun.
Bəzi müştəhidlər deyir ki, yəni hərftimə görə ərəb dilində oxusun. Amma əksər deyir ki, yox, öz dilində də oxuya bilərsən. Əqd necə oxumalıdır? Deməlidir, ələyyə, mənim boynuma gəlsin. Bir dənə qoyun kəsmək, əgər oğlum sağ-salamat gəlsə. Amma bugünkü qurbanlar ki deyilir, onlar nə deyil? Onlar nəzir deyirlər. Nəzir niyyəti ilə deyil, amma nəzir deyil. Onlar əhd qurbanları sayılır. Nəsə mövzu dartdıqca dartılır, amma müxtəsər bir mən izah verim ki, ya məsəl üçün vəqf eləyib bir adam bir şeyi. Vəqf eləyəndə gərək deyəsən ki, mən bunu vəqf elədim fi səbilillah, Allah yolunda. Ya bunu vəqf elədim məsələn, ancaq ölənləri burada dəfn eləsinlər, torpağa dəfn eləyib, məsələn, qəbirstanlıq üçün. Ya dəfn eləyib, vəqf eləyib, məsələn, vəqf üzr istəyirəm, vəqf eləyib bir yerdir ki, bunu ancaq mən tələbələrə vəqf eləmişəm. Ya vəqf eləyib bir yer ancaq burada məsciddə, məsələn, burada ancaq məscid olsun. Ya məsələn, dəstəmazxana tikib vəqf eləyib məscidə, ancaq məscidə gələnlər burada dəstəmaz, ya qeyriləri alsın, o niyyətdən asılıdır. Düzdür. Bəzi müamilələr var ki, orada əqd oxumaq vacibdir, nəzir kimi, düzdür. Ondan sonra vəqf kimi. Əlbəttə, burada bir ixtilaf var. Məsələn, əhl-i təsənnü deyir ki, böyük müamilələrdə, məsələn, inək zad olanda gərək əqd oxuyasan. Kiçik müamilələrdə lazımdır. Amma Cəfəri məzhəbində yox, istəyir kiçik olsun, istəyir böyük olsun. Alış-verişdə muatatı, yəni əqd oxumadan da eləmək olar. Nikah da özü o müamilələrdəndir. Nikahda da nə deyir? Gərək əqd oxuna. Əqd icab var, qəbul var. Buna deyərlər nə deyir? O şeydə ki, icab var, qəbul var, ona deyərlər bəs nə deyir? Əqd. Əqd bey üçün olsun, əqd nikah üçün olsun, əqd nəzir üçün olsun, əqd. Bəzi şeylər də var ki, iqahdır. İqah bir tərəflidir. Məsələn, talaq. Talaq bir tərəflidir. Həmin o dediyim nəzir bir tərəflidir. Ondan sonra vəqf bir tərəflidir. Düzdür? Kişi deyir ki, mən birin vəkil edir ki, mən arvadımı məndən boşa kinə. Düzdür? Lazımdır, arvad da desin, qəbul elədim. İndi bu işlərdə əlavə gəlir xumus, zəkat, kəffarə, bu şeylər birin vəkil tutub ki, məsələn, mənim xumusumu, məsələn, apar yerinə çatdır ki, məsələn, ruhani verilər, ya zəkatımı apar nə deyir, öz haqqına çatdır. Ya kəffarəni çıxardıb öz haqqına çatsın. Neyniyəcək? Bu təqlid eləyən adam kimdirsə, onun sözü ilə xumusu, zəkatı, kəffarəsi, əqdi, iqaı aydındır, yerində olması. Nəinki vəkilin dediyi ilə, yox, müvəkkilin, baxacaq görək müvəkkilin əqdi, təqlidi kimədir, ondan bu olmalıdır. Aydındır. Bəs bu vəkil əgər istəyirsə zimməsi xali olsun, düzdür, boynu xali olsun, boynunda haqq qalmasın, gərək nə deyir? Müvəkkilinin təqlidi ilə əməl eləsin. Belə bir adam ki, vəkil olubdur, gərək vəkil müvəkkilinin müctehidin nəzərində bunun elədiyi müamilə səhih olsun. Əgər müvəkkilinin müctehidin nəzərində bunun elədiyi müamilə batil olsa, onda nə deyir? Vəkilin boynunda qalıb. Baxmayaraq ki, öz müctehidinin nəzərində səhihdir. Xeyr, gərək nə deyir? Müvəkkilinin müctehidin nəzəri ilə mütabiq ola ki, bunun zimməsi xali ola. Misallar çoxdur. Dedi, başqa bir məsəldə budur. Məsələn, vəkil eləyibdir ki, filan xanımın əqdini mən oxu. Düzdür? Filan xanım da deyir ki, mən nə deyir? Ərdən xaliyəm. Bunun müştehidin nəzərində o desə ki, mənim ərim yoxdur, kifayət eləyir, onu əqdivə gətirə bilərsən. Aydındır, öz əqdivə gətirə bilərsən. İndi gətirdi, birində vəkil deyib ki, əqdinə gətirəsən. Amma bunun müştehidi deyir, yox, gərək təhqiq eləyəsən. Aya bu gərək xanımı təhqiq eləsə, həqiqətən müzatil bəildir, ərlidir, yoxsa ərli deyil. Xeyr, buna vacib deyil. Bunun çünki müvəkkilinin müştehidi ki, təhqiq eləmək vacibdir. Bu da təhqiq eləməyəcək. Əqdin oxuyacaq, nə deyir, gedəcək. Ya məsələn, müvəkkil, bir nəfər vəkil tutub ki, filan xanımın əqdini mənə oxu. Bu da vaxtı ki, məsəl üçün ərli idi, sonra nə deyir, talaq alıbdır, boşanıbdır. İndi buna vacib deyil, soruşsun ki, sən bu xanımla ərli olan vaxtı
həmbəstər olubsan ya yox ki, indi əqd oxumaq olmaz. Aydındır. Bunları soruşma, təhqiq eləməyə ehtiyac yoxdur. Elə bu ki, səni vəkil edir, mənim əqdimi oxu ginə, bəs mənası odur ki, nə deyir? Mən haram işə mürtəkib olmuram. Əqdini oxuya bilər. Burada vacib olan nədir? Vacib olan vəkilin təhqiq eləməsi deyil bu işləri. Bəlkə nə deyim? Müvəkkilin təhqiq eləməsidir. Müvəkkilə vacibdir. Təhqiq eləsin bu xanım zat-ı bəyildir, yoxsa nədir? Xalidir. Ya məsəl üçün özü məsələn vəzifəsini bilir. Məsələn mən bunu eləmişəm, eləməmişəm. Bunu mən əqdi düşür, düşmür. Bu vəkilə aid olan işlər deyil. Bunlar hamısı müvəkkilə aid olan məsələlərdir. Ya məsələn pul verib vəkilə, bunu nə deyim? Zəkatdır, fəqirlərə verginən. Yaxşı. Zəkat verib fəqirlərə verilməlidir. Müctəhid nə deyir? Fəqirlərə ver. Aya bu düşməlidir, fəqirləri bir də təhqiq eləməlidir ki, həqiqətən, vaqiiyyətdə bu fəqirdir yoxsa yox? Xeyr. Zahirən əgər fəqirdirsə və özü də tərəf deyirsə mən fəqirəm, onlara verə bilər. Aydındır. Da o fəqir deyilsə öz günahıdır. Lazım deyil vəkilə bir də təhqiq eləsin. Filan kəs fəqirdirsə, yəni. Çünki bu deyib fəqirə ver axı. Düzdür, fəqirə deyib. Burada fəqirə ver. Zahirən bir adam desə fəqirəm, ona versə nə deyib? Vəkilin boynundan düşəcək. Bəli. Bu məsələlərdə gərək nə deyib? Vəkil baxmalıdır müvəkkili, bunu vəkil eləyən. Kimə təqid edirsə, onun nəzərini əməl eləməlidir. Amma yox. Bəzən elə olur ki, işin həqiqəti və vaqiyyəti bunun üzərinə qayıdır. Bu vəkil özü nədir? Burada vəzifəsini düzgün əmələ gətirmir və harama mürtəkib olur. Yəni həqiqətdə. Necə? Məsələn, vəkil bunu vəkil eləyibdir. Get-ginə filan dükan üçün, məsələn dükandır. O dükan üçün nə deyib? Müştəri var, danışginə. O müştəriyə verginən o evi. Bu da gedir, görür müştəri. Amma bu dükanı götürür, burada nə deyir? Şərab istehsal eləsin. Ya şərab satsın. Aydındır. İndi əvvəlki müştəhidin nəzərində, məsələn, bu vəkilin müştəhidin nəzərində, müvəkkilin müştəhidi ki, yeri kiraya verməyin işğalı yoxdur. Məsələn də, yeri kiraya verməyin işğalı yoxdur. Şərab üçün. Ya məsələn orada şərabı düzəltmək üçün kiraya verməyin işğalı yoxdur. Düzdür. Amma bunun müstəhi deyir, xeyr. Yeri nədir? Zülmə şərik olmaqdır və pisliyə, zülmə, ismə, günaha köməklikdir. Verə bilməzsən. Hətta dükanı da şərab evinə nədir verə bilməzsən. İndi bu verəndə, axı bunun əli ilə bu əncam, bu iş vaqiyyət tapır, həqiqət tapır. Bu həqiqətdə nədir? Zülmə və günaha kömək elənmiş kimi sayılır. Bu eləyə bilər, yoxsa eləyə bilməz. Bu nədir? Deyirik ki, bu yerdə eləyə bilməz. Gərək nədir? Burada baxa, ehtiyat yolunu seçə və ehtiyat yolda nədir? Öz müstəhidinin fətvasını əməlləməlidir. Ya bu işdən boyun qaçır da, ya da nədir? O adama kirayə verməyə baxa başqasına ki, məsələn, şərab üçün yox, səhih, halal bir iş üçün buranı icarəyə götürürsə, ona verməlidir. Burada gərək neynəsin? İki müstəhidin ikisinin də nəzərində səhih olsun. İşi elə görsün ki, ikisinin də nəzərində nədir? Səhih olsun. Bu da nədir? Bəs şərab içənə verməyəcək. Vəsi də belədir. Vəkillə vəsi hökmü eynidir. Vəsi nədir? Meyyit vəsiyyət edib ki, mənim yerimdən həcc gətir yerinə. Əlbəttə orada qeyd eləsə ki, mənim müştehidimin nəzəri ilə əmələ gətir. Gərək onu müştehidin nəzəri ilə gətirsin. Yox, qeyd eləməsə müştehidin nəzəri ilə, öz müştehidin əməli ilə yerinə gətirsə, o nədir? O biri tərəfində boynundan düşər. Bu surətdə də, məsələn, vəsi, o adam ki, bunu vəsiyyət eləyib, Musi deyir ki, mənim müştehidimin nəzəri ilə elə. Amma baxır ki, bunu müştehidin nəzəri ilə eləsəm, mənim müştehidimin nəzərində batildir. Və burada nə edəcək? Ehtiyat yolunu tutacaq ki, ehtiyat yolu hər iki müştehidin nəzərində səhih. Məsələn,
E, Musinin müştehidi deyir ki, Məkkənin əməlləri Ərafatdır, Muzdəlifədir, ixtiyari halda, üzrü olmayan halda fərz edirik də. Bəli. Deyir ki, Məkkənin əməlləri nədir? Mövqifin Ərafatdır, Muzdəlifədir. Ondan qabağa salarsın. Sala bilərsən. Əvvəl Məkkənin əməllərini elə qutar, sonra git Ərafat və Muzdəlifəni elə. Demək, bizdə nətərdir? Əvvəl Ərafat və Muzdəlifəni falan etsən, sonra gəlsən Məkkənin əməllərini etsən, düzdür? Deyir, yox. Məkkənin əməllərini elə qutar ki, bir izdirari halda olar. Məsələn, xanımdır, heyz olacaq, falan olacaq, bəs məkan. O halda dedik ki, caizdir. Amma bu müştəhid yox, ixtiyari halda eləyə bilərsən. İxtiyari halda bu da baxır ki, bunun müştəhid ixtiyari halda bunu haram deyir və batildir. Və görür ki, bu cür eləsə, düzdür, vəsinin, musinin, müçtehidin nəzərində səhihdir. Amma bunun müştehidin nəzərində nədir? Batildir. Nə edəcək? Bəs ehtiyat yolu. Ehtiyat yolu nədir? Öz müştehidinin nədir? Hökmüdür. Bu məsələlərdə gərək nədir? İnsan ehtiyat yolu seçəcək budur. Odur, məsələnin əvvəlində, indi məsələni inşallah tam oxuyun. Buyur ki, ya'məl bu muqtədə təqlid müvəkkili la təqlidi nəfsəhu. Nəinki öz müştehidinin nədir? Təqlidini. Fima. O yerdə nədir? Nədir? Müvəkkilin ya musinin nədir? Müçtehidinin nəzərinə eləyəcək ki, la yəkunu məxusən bil vaqi bilhaz nəfsil əməl avasari. Ya əməlin asarı harama mürtəkib olmaqdır. Nə kimi? Şərabı dükana vermək kimi. Ya əməlin özü görsən ki, nədir? Vaqiyyətdə batilə gəlib çıxardır. Məsələn, öz nəfsi müştehidin nəzdində. Dedik ki, belə yerdə nə edəcək? Bu müraat edəcək və illə fəllazı müraatül kila təqlidin. Belə olan halda iki təqlidi müraat edəcək. Hansı ehtiyata uyğundur, onu eləyəcək. Və qəzəl hökm fil vəsi. Həmçinin hökm vəsidə də belədir. Adamlar var ki, onlar nədir? Xumus alırlar, zəkat alırlar, falan edirlər. Əl-məzun vəl-vəkil əl-müctəhid, məzun vəl-vəkil ki, müctəhidin tərəfindən təyin olunub. Fəttəsərrüf fil-ovqaf, vəqflərdə təsərrüf eləsin. Av fil-əmvalil qasirin, ya əmvalil qasirində. Yəni, əzil bir mavtil müctəhid. Müctəhid ölən kimi buna əzil olurlar. Onlar nə deyir? Atı vəkalətdən düşürlər. Və əmmal mənsub min qibəlihi vəliyyən və qayyimən və fi eyni izal bi mavtihi işqal. Amma müştəhid tərəfindən nəsb olunub nə? Vəli və qayyum. Məsələn, uşaqları yetimdilər. Onlara nədir? Müştəhid tərəfindən qayyum təyin olunubdur. Yaxşı. Ya vəli təyin olunub ki, həddiblığa çatana qədər nədir? Bunların işlərində bunların tərəfindən o təsərrüf eləsin. Bunların işlərini o yoluna versin. Ta həddiblığa çatana qədər, anlayana qədər. Onlar deyir, müştehid ölən kimi deyə bilmərik. Onlar da nə deyir? Hökmdən sabitdir. Onlar da vəlilikdən və qəyyumluqdan düşür. İşqalın deyir, işqallıdır. Fəla yütrəki müraatlı ehtiyat fizalih. Buyurur ki, yaxşı olar ki, burada ehtiyat eləsin. Neynəsin? Yeni müştehiddən də aparsın, əvvəlki ölən müştehidin tərəfindən vəli olmasın, ya məsəlçin, qəyyum olmasın, görsətsin, onun tərəfindən də icazə alsın. Hökmül hakim camiun liş-şərait. Hukmul hakimi. Hakimin hökmü. Necə hakim? El-camiu liş-şərait. Cami-ü şəraitdir. La cuzu nəqzihi. Müctehiddir, cami-ü şəraitdir. Caizdir, nə deyir? Onun hökmün nəqz edilsin. Hətta müctehidin axır. Hətta başqa bir müctehid onun hökmün nə deyir? Nə edə bilməz? Nəqz eləsin. Desin ki, bəs mənim hökmüm lazımdır, onun hökmü. Çünki müctehiddir, cami şəraitdir. Hə, müctehid olmasa ayrı, amma müctehiddir, qəzavət edibdir. Məsələn, hökmü sabitdir. İlla bir yerdə onun hökmü nəqz edə bilər. İlla izə kanə müxalifən lima səbətə qətə minnəl kitab və sünnə. Yəni, əvvəldə dedik ki, bir müctehid dünyasını dəyişdi.
Bəs diri müştəri nədir tərəfindən gərək məzun vəkil təyin olunma, düzdür? Amma bu məsələ o cür deyil. Amma hökm fəqih bir müctehid hökm eləyibsə, cami şərait bir müctehid hökm eləyibsə, lap heç ələm olmasa da belə, bunların nəzərində hökm eləyibdirsə, onun hökmü nəqz eləmək olmaz. O ölən kimi hökmü nəqz olmaz. Başqa bir müctehid tərəfindən onun hökmü nəqz olmaz. İlla izakana muhalifən nəqz olmaz, yəni hökmdən düşməz. İlla izakana sındırılmaz, nəqz yəni sındırılmaz. İlla izakana muhalifən lima səbətə qət'ə minəl kitab və sünnə. Bəli, əgər hökm eləsə hökmü iştibah edib hökmdə, qəti kitab və sünnətlə nədir, hökmü sabit olan şeydə müxalifət edibdir. Müxalifət edib və o elədiyi müxalifət də nədir? Kitabla və sünnətlə onun müxalifətçiliyi qətidir, yəqinə sabit olub. Nəm, o surətdə sındırmaq olar, nədir? Hökmü dəyişmək olar. Nəm, lə yəkun hukmuhu müğəyyərən lil-vaqi. Bunu ki, əlbəttə, hakimin hökmü vaqiyyəti dəyişməz. Həqiqəti dəyişməz. Hökm həqiqəti dəyişməz ki. Haqq o birisində olan müctehid xəta eləyib, bu birisinə haqq veribsə, haqq onun tərəfinə keçmir ki. Müştehid muxtidir, xəta eləyə bilər. Amma mal yiyəsi bilir ki, bu mal mənimdir. Məsələn, mən əlmə ennəl maləl-ləzi hukmə bihi lil-muddəi. Məsələn, mən əlmə, o şəxs bilir, nə bilir? Ennəl maləl-ləzi, o mal ki, hukmə bihi lil-muddəi. Hökm olunubdur o malda, nədir? Müddəi üçün. İddia eləyir ki, bu mal mənimdir, hökm olunub onun üçün ki, bəli sənindir. Leysə mülkən ləhu. Onun üçün mülk olmur. Əgər onun mülkü deyirsə, başqasının idisə, o müddəi edirsə, müştehid ona hökm eləməklə ki, bu mal sənindir, onun üçün mülk olmur ki, o mülkiyyətinə keçmir. La yəcüz tərtib asar mülkiyyəti. Tərtib asar mülkiyyət verə bilməz. Tərtib asar mülkiyyət nədir? Məsələn, onu sata bilməz. Çünki la beyə illa min mulki, düzdür? La beyğə illa bil mulk, ya min mulk. Beyğ ancaq mülkdən olar, düzdür? Bunda mülkündə deyilsə sata bilməz, təsarruf eləyə bilməz, düzdür? İnsan özgənin mülkünə təsarruf eləyə bilməz. Məsələn, ümumiyyətlə, müştehid xəta eləməsi ilə hökmdə xəta eləyib, vaqiyyəti dəyişmir, o həqiqəti dəyişmir. Bəli, bəzi hökmlər var ki, ilahi hökmlərdir. Orada, məsələn, hökm eləyibdir. O da inşallah istiğfar eləyər, xəta da eləsin. İnşallah Allah bağışlayır filan. Amma haqqın nasda, xeyr, haqqın nasda hökm eləyib. Çünki ilahi hökmdə hakim çalışır ki, insanı günahkar çıxartmasın. Həmişə çalışır ki, insanı günahkar çıxartmasın. Amma haqqın nasda yox, gərək qətən elə hökm eləsən ki, haqq yiyəsini tapar. İndi müştehid hardan bilsin ki, vaqiyyəti, yəni ona zahirə hökm eləyib, zahirindən fətva verib, hökm eləyib, bunun malını alıb verib o birisini, amma nə deyib, mal yiyəsi bilir, bunun deyil. Bəs onun müştehidin hökmü ilə ona nə deyib, mülkiyyətinə keçməz. İzə nəqələ naqilun ma. Bir dənə naqil nəql eləyib bir məsələni. Ma yuxalifu fətvəl müctəhid vəcəbə əleyhi ələl-əhvəd elamən səmə'ə minhu zalik. Bir adam müştehidin fətvasını nəql edib başqasına. Deyir, filan müştehid bu məsələni belə deyibdir. Deyir, ələl-əhvəd, ehtiyat vacibə əsasən elamən səmə'ə minhu zalik. Gərək o kim ki bundan eşidibdir, gərək elan eləsin. Desin ki, mən səhv eləmişəm, məsələ bu cür idi. Kimə ki, məsələn, nəqli. İzə qala li nəqlihi dəxələ fi ədəmi cələl sami əlavəqü vəzifəti şər'iyyə. Əgər bunun nəqli ilə bu ki, müştehidin fətvasını ona gətirib çatdırıbdır, əgər sami əməl eləsə, müştehidin öz vəzifəsi, şər'i vəzifəsinə əməl eləməyəcək. O müştehidin fətvası ilə öz şər'i məsələsinə nə deyib, əməl eləməmiş olacaq. Və illə ləmiyəcib elamıhu. Yox, xəta elə bir xətadır ki, yəni o tərəf ki, eşidibdir, sami vəzifəsindən qalmayacaq o məsələyə görə. Aydındır. Onda lazım deyil, onu elam eləsin. Məsələn, soruşub, ayda namaz necə qılmaq olar? Bu, iştibah bir söz deyib, lazım deyil onu düzəltmək. Bəli, amma elə soruşubdur ki, məsələn, özünə o lazımdır, o məsələni dediyi kimi eləyəcək və bu da səhv deyibdir. O səhvlə eləsə vəzifəsi boyundan düşməyəcək
Məsələn, gərək ona başa salaq gedək ki, mən səhv eləmişəm. Fəqəzəl hal fîmâ izâ əxtəəl müctəhid fî bəyan fətvahu. Həmçinin müctehid əgər fətvasında xəta eləyibdirsə, sonra bildi ki, xəta eləyib, gərək neynəsin? Fətvasını düzəltsin və düzgün fətvanı elan eləsin eşidənlərə. Və amma izâ təbəddələ rəyyil müctəhid. Amma müctehidin rəyi dəyişibdirsə, bir dəfə xəta eləyib, bir dəfə yox, rəyi dəyişib. Hər iki məsələ üçün bunun nə dəlillər var, amma xəta eləyibdir, rəyin dəyişibdir. Fəla yəcb əleyhi elami müqəllidihi. Onda nə deyir? Müqəllidlərinə vacibdir, elam eləsin bu süccətdə. Çünki rəyi dəyişibdir. Nəinki fətvanı nə deyir? Səhv deyibdir. Verdiyi fətvanı yox, başqa fətvanı səhvən. Müştəhid olur da fətvasını səhv nəql edir, fikrində olmur. Amma fətvasını dəyişibsə, yox, onu elan eləməyə ehtiyac yoxdur. Fîmâ izâ kan fətvahu sabiqə mutabiqətən li məvazin ictihad. Məxsusən o yerdə ki, köhnə verdiyi fətva ictihad tərəzisi ilə mutabiqdir. Və sələkə la yəcib ələl naqil e'lamu təbəddülü rəy. Həmçinin o aslam ki, nəql eləyibdir, müştehidin fətvası, sonra müştehid rəyin dəyişibdirsə, lazımdır bu nədir? Təbəddülü rəy, dəyişik rəyi, dəyişmiş rəyi nədir? Onun müqəllidlərinə ikinci dəfə elan eləsin. İza təarəzən naqilan. İkilər nəql eləyən, kim nəql eləyir? Bir müştehiddən, biri belə deyir, o birisi başqa cür. Fil fətvəl müctəhid, müştehid fətvasında iki dənə naqildir, nə deyir? Bir-birinə taarruz edir. Bu deyir, müştehid deyir, bu cür əməl batildir, o deyir, səhihdir. Fəin həsələl itminanın naşi min təcmi'il qərainil uqalaiyyə bi qovlu ma nəqələhu əhəduhuma və fətvahu fiilən. Məsələn, əgər itminan hasil olsa bu samiə, itminan gəlsə ki, itminan da elə belə yox, ənnaş min təcmi'il qərainil uqalaiyyə. Bunun nədir? İtminanı gərək uqulai ola, qərain uqulaidən əmələ gələ. Elə belə yox. Bir qovlu ma nəqələhu əhəduhuma və fətvahu fiilən. Ki, bunlardan biri ki, nəql eləyir, o nədir? Müştehidin hal-hazırda fətvası odur. Buna nə deyir? İtminan gələ ki, bunun dediği fətva səhihdir. Bunun dediği yox, bunun dediği səhihdir məsələn. Bu surətdə fəla işqalə və illa fə in ləm yekun isti'lam minəl müctəhid əmələl bil ehtiyar əv rəcə ilə qeyri. Onda ki, fəla işqalə yoxdur. Yəni nədir? Əməl edəcək, öz itminanını əməl edəcək. Və illa, əgər itminan gəlməsə heç birisindən, hər ikisinin əllərliyi buna gəlsə, fə in ləm yekun isti'lam minəl müctəhid, müctehiddən də nədir? Eşitmək, müctehiddən gedib eşitmək, elam, müctehiddən ki, elan eləsin ki, düz hansıdır, tələb eləyəsən, elamı tələb eləmək müctehiddən, nədir? Mümkün deyil, uzaqda da müctehid. Neynəsin? Əməl belə ehtiyat. Onda ehtiyat əməlləsin. Eləyə bilmir. Məsələn, kökünü axtarsın, tapsın. Müştehiddən də əli çatmır ki, məsələni elan eləsin. Hansıdır düz? Avrəcəqə ilə qeyrihi. Ya da bu məsələdə başqa bir müştehidə rücu eləsin. Vifqı ma səbəq. Əl-ələmi fəl-ələm. Ələmdən sonra hansını ələmirsə, ona rücu eləsin və onunla məsələsini öyrənsin. Axirəl vaqiyyəti iləhini təməkkünü minəl isti'lam. Ya da nədir? Əgər mümkünsə məsələni gecişdirmək, gecişdirsin ta vaxta qədər ki, nədir? Müştehiddən nədir? Bunu eşidənə qədər, müştehiddən elan olunana qədər, müştehid tərəfindən dəqiq buna gəlib məsələ çatana qədər eləyə bilər nədir? Təxirə salsın.